Bu normal bir şey değil. Bu nədir? Normaldır ki, normal olan özünə yaxşı qulluq etmək, keyfiyyətli dərin etmək, hər yaşda gözəl yaşlanmaq, təravətli görünmək, yaşlanmanın qarşısını gecikdirmək, almaq, bunlar mümkündür. Bunlar tək baxımla yox, qidalarla, idman, mütləq ağırlıq idmanı, fitness, qan dövranını daim güclü saxlamaq, üzə keyfiyyətli qulluqlar, hansı ki, aptek məhsulları yox qızlar, birbaşa satış şirkətlərin məhsulları daha keyfiyyətli olur. Mən illərdə onları istifadə edirəm. Ondan sonra yaxşı baxım, dediyim kimi, qidalanma, bunlar çox önəmlidir. Qan dövranı güclü olması orqanizmdə, bu da idmanlandır. Əzələ kütləsini itirməmək, onun qarşısını almaq. Bilirsiniz ki, 40 yaşdan sonra sürətlə itirilir kollagen. Əzələ kütləsi idman etmək lazımdır. Güc idmanları zamanla artırmaq, gücü, əzələ kütləsini, onurğa sümüyünü daim düzgün əzələ saxlayır da, güclü əzələ saxlayır onurğa sümüyünü. O yaxşı sağlam şəkildə olduqda onda üzdə belə aşağı düşmür və müəyyən problemlər də üzdə yaranmır. Öz yaşınızın gözəlliyini yaşayın. Əsas odur ki, nə bilim, 40'lı 35'li yaşlarda bir çox hanımların artıq üzü düşür, qırışları çoxalır. Bunlar hamısı sizin həyat tərzinizin qulluqsuz olmaqdan qaynaqlanır. Əlavə olaraq qidanız, idmanınız yoxdur. Həyat tərzi, stres ata bilmirsiniz, bu səbəbdir. Yoxsa əlbəttə ki, kollagen azaldıqca dəridə o sallamalar, dəri boşluqları da olacaq. Bunun qarşısını almaq lazımdır və müəyyən yaşa qədər həqiqətən də bu mümkündür. Yəni 30-35 yaşına gedib özlərini belə tortdururlar. Yəni robot da, yəni mən onlara robot deyirəm. Mənə heç o sağlıqlı görünüş kimi görsənmir. Bu nədir? Mən seçmərəm bunu. Seçirəm baxımı, dediyim kimi, dediyim şeyləri etməyi. Ondan da sonra qidamızda zülal o qədər daha çox yer almalıdır ki, bu kollagen səviyyəsi azalmasını getdikcə azalır, bilirsiniz. Burada ət sümüyü, ətin sümüyünün suyu, yəni xaş, ondan sonra ağartılar, yumurta, zülal nə də varsa hamısını yaxşı tükətmək, yemək, qan dövranını yaxşı saxlamaq, yəni yetərli qida yoxdursa, yaxşı keyfiyyətli protein də qəbul etmək olar, kollagen qəbul etmək olar, yaxşı keyfiyyətli elə biləsin, yuxarıdan gəldi almayın, çünki boşadır. Əgər ki, kim zəif qidalanırsa, ümumiyyətlə yemək istəmirsə, onlar olar, amma qida ilə bunu bacarsa daha yaxşı nəticədir. Daha yaxşı usvayıcı olunur da, yəni orqanizmdə. Ondan sonra belə, yəni bunlara riayət etdikdə yaşlanmanın da qarşısını almaq olar, gecikdirmək olar. Bir çox hətta 60 yaşa qədər gecikdirmək olar. Bu mümkündür. Sadəcə istəmək və buna riayət etmək lazımdır və yaxşı, gözəl, doğru məhsullar istifadə etmək lazımdır. Səhifəmə daxil olun, baxın, mən nələr istifadə etmişəm indiyə qədər. O gün bir xanımdan deyilsiniz ki, siz üzünüzü dartmışsınız, bəli, bunlar o effekti verir, dartma effekti verir. Mən bunun üçün çox şanslıyam ki, bunlar mənim qarşıma çıxdı və mən 10 ildir istifadə edirəm və bu effekti sizə də göstərmiş oluram.